1945-ci il dekabr ayının 12-sində Güneydə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə bir hökumət yaradıldı. Ömrü bir il sürən bu hökumət sonradan tarixə 21 Azər hərəkatı kimi düşdü və bugün şəksiz şübhəsiz Azərbaycanın ən şanlı tarixi səhifələrindən biri kimi yad olunur. 3 gündən sonra dekabr ayının 12-sində məhz 68 ili tamam olacaq bu həmin hökumətin. Ona görə də biz bugün studiyamızda, manşetdə mütləq həmin şanlı tarixi yad eləmək üçün qonaqla bir yerdə yığışdıq və qonağım tarixçi, professor, millət vəkili Musa Qasımlıdır. Musa bəy, xoş gəlmişsiniz. Salam aleyküm, xoş gördük. Tariximizin çox şanlı səhifələrindən biri Pişəvəri hərəkatıdır. 1993-cü ildə mənim çıxan kitabçamda həcmi kiçik olsa da orada mən yazmışam ki, soyuq müharibənin başlanması bəzən deyilsə ki, İngiltərə Amerikanın üzərinə düşür. Burada əsas təqsir Sovet İttifaqının üzərinə düşür və orada çox maraqlı bir detal da var. Yəni bu əsas ideyadır ki, soyuq müharibənin ilk cücərtisi, ilk məsələsi Azərbaycan məsələsidir. Pişəvəri hərəkatıdır. Fikir ayrılığı yarandı. Bəli. Bu ilk dəfə olaraq, baxmayaraq ki, bu Churchillin məşhur Fulton nitqi iləndir. Baxın, deməli, Stalin bir tərəfdən istəyirdi ki, ordular İranda qalsın, o biri tərəfdən İrandan ordular çıxarılması məsələsində isə nefti ələ keçirtmək istəyirdi. İrandan ordular çıxmaya bilərdimi? Yox, bu mümkün deyildi. Niyə görə? Çünki SSR 1941-ci il avqustun 25-də sonuncu notasını verib ordunu İrandan yeridəndə o notada göstərilirdi ki, təhlükə aradan qalxan kimi ordularını İrandan çıxaracaq. 1942-ci il yanvarda SSR İngiltərə İran bir müqavilə imzaladılar. O müqavilədə açıq-aydın şəkildə göstərilirdi ki, Avropada müharibə qurtarandan 6 ay sonra müttəfiqlər öz ordularını çıxaracaqlar. İran da bilirsiniz ki, nüfuz dairələrinə görə bölünmüşdü, bir tərəf ölkə olsa da. Və sonradan Tehran konferansında dekabrın 1-i 1943-cü il, mən televiziya tamaşaçılarımızı yormamaqdan ötürü detallara, xronologiya getmək istəmirəm. İran haqqında bəyannamə qəbul edildi və orada göstərildi ki, İranın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə toxunulmayacaq. Müharibə qurtaran kimi orduları buradan çıxaracaqlar. Bu uyğunda çıxarıldı. Bəli, bu 43-də olandı. Sonra Potsdam konferansında isə bu mübahisələrə səbəb oldu. O mübahisələr nə idi? Fikir verin, Potsdama qədər 45 iyulun 17-sindən dekabrın 2-sinə qədərdir Potsdam konferansı. 44-cü ildə SSR İrandan konsesiya almaq istədi, neft konsesiyaları. Üzr istəyirəm, biz hadisələr qabaqlayırıq. Gəlin hələlik Azərbaycan və milli hökumət. Pişəvəri hökuməti nəyin səbəbində məğlub oldu? Niyə məğlub oldu? Sizcə burada daxili obyektiv səbəblər var, yoxsa burada daha çox xarici amillərin təsiri böyüdü? Dünya düzəni artıq dəyişdi ki, bir sübuta uğradı, yoxsa nəsə daxili bir problemlər də var idi? Bu o qədər geniş bir cavab verilməsi bir çox. Çünki biz hələ Pişəvərin taleyinə gəlməliyik, vaxtımız da var. Bəli, bu məsələ necədir? Həm beynəlxalq şərait o dövrdə bu məsələlərə imkan vermirdi. İran yenicə yaradılan BMT-yə bu məsələni gündəliyə çıxartdı. Sovet rəhbərliyi bunun BMT gündəliyinə çıxarılmasını istəmirdi, beynəlxalq tərəflərinə baxırıq. Çıxarılmasını istəmirdi, deyirdi İranın daxili işidir. BMT-də bunu gündəliyə çıxardan əslən Ordubaddan olan Seyid Həsən Tağzadə idi. Amma ümumiyyətlə özünü o İranlı hesab edirdi. Dövlət adamı kimi İranın modernləşməsində müstəsna xidmətləri olan bir şəxs idi və bir zamanlar Məhəmməd Əmin Rəsulzadə ilə İranlı o qəzetini çıxartmışdı. Onunla əks tərəfdə Sovet İttifaqından Vışinski idi. Vışinski də Bakıda doğulmuşdu, Bakı yəhudisi idi. Sonradan baş prokuror olan. Bəli, baş prokuror, xarici işlər komissarı oldu. Fikir verin, görün, hər ikisi Azərbaycanda doğulan şəxslər idi. Azərbaycan məsələsini müzakirəyə çıxardan. Biri çıxarılmasını istəmirdi, o birisi hesab eləyirdi ki, SSR-nin müdaxiləsi nəticəsində olub bu məsələ, bu çıxmalıdır. Fikir verin, İranın birinci tezisi bu SSR-nin müdaxiləsi nəticəsində olub. 46-nın yanvar ayında o çıxarıldı birinci dəfə. Və məsələnin başqa tərəfləri vardı, sizin söylədiyiniz məğlubiyyət tərəf. Məğlubiyyət nə idi? SSR-i öhdəlik götürmüşdü, ordularını çıxartmalıdır. Həm İranla münasibətdə, həm Tehran konferansı, həm də ondan əvvəl ordu yeridəndə. Yəni bu ordu məsələsi, bu ordu çıxmalı idi. Ordu çıxanda avtomatik olaraq
məğlub olmalı idi. Təklənir o. Bəli, SSR orada təklənir. Və ikinci məsələ ondan ibarət idi ki, SSR-yə ki, bu təzyiqlər oldu, atom silahı ilə deməli, qorxutdular Amerika Birləşmiş Ştatları. SSR bu orduların çıxartmaq məsələsini neynədi? Hesab elədi ki, artıq bu BMT-də müzakirə olunmasın, SSR-in nüfuzuna xələl gəlir. İran-SSR münasibətlərində müzakirə olundu. Qəvvə Məssəltənəni Şah Baş Nazir təyin elədi. Qəvvə Məssəltənə Baş Nazir seçilməmiş, təyin olunmamışdan əvvəl dedi ki, əgər Şah onu təyin eləyəcəksə, o dərhal Amerika, İngiltərə və SSR rəhbərləri ilə danışacaq, İranın ərazi bütövlüyünü qoruyacaq. Onun dilindən çıxan söz budur. Və Qəvvə Məssəltənə Baş Naziri olandan sonra o Bakıdan gəldi Moskvaya, getdi. Bakıda Opera Balet Teatrında Leyli Məcnun tamaşasına tamaşa etdi. Və Stalinlə görüşəndə həm yazılı onun teleqramı var Stalinə, həm də şifahi belə danışıqlarda. Yəni, hansı ki, bunun stenoqramı yoxdur. Bu, razılaşdılar ki, Sovet İttifaqı ordularını çıxardacaq. Onsuz da çıxartmalı idi. Və bundan sonra artıq Amerikalılar, İngilislər dedilər ki, BMT-də biz bu məsələni gündəlikdə saxlayırıq. Mart ayında İran Seyid Həsən Tağzadəni BMT-dəki nümayəndəliyindən azad elədi. Vişinski oradan azad olundu, yerinə Qramuka gəldi. İran isə Həsən Alanı təyin elədi. Görürsünüz, tamam fərqli bir yanaşma əmələ gəldi. Üst-üstə düşür əslində. Daxili ziddiyyətlərdən bu üst-üstə düşür. Üst-üstə düşür. Deməli, İran tərəfi artıq dedi ki, biz bu məsələni BMT-də Təhlükəsizlik Şurasında müzakirəyə çıxartmırıq. İngilis, Amerikanlar deyirdi, qalsın Sovet İttifaqına təzyiq vasitəsi kimi. Artıq razılaşdırılmışdılar və Qəvvə Məssəltənə Moskvadan qayıdandan sonra aprelin 4-ü 1946-cı ildə SSR-nin Tehrandakı səfiri Satçikovla bir saziş imzaladı. Saziş iki bənddən ibarətdir. Onun biri bundan ibarət idi ki, Sovet dövləti öz qoşun hissələrini, belə də yazılıb, martın 24-ündən başlayaraq bir ay yarım müddətinə İran ərazisindən çıxaracaqdır. İkinci maddə ondan ibarət idi ki, neft konsesiyaları veriləcək və bu... Şimal neft yataqları veriləcək ki, SSR-nin... Bəli. İran məclisində 15-ci çağırış məclisində bu müzakirə olunacaq. Orada bir əlavə vardı, Azərbaycan haqqında məsələ. Yazılırdı ki, Azərbaycan haqqında məsələ hökumətlə Azərbaycan xalqının istəklərinə uyğun olaraq qanunlara əsasən xeyirxah ruhda həll ediləcəkdir. Bu nə deməkdir? Deməli, bir, Sovet İttifaqı öz ordu hissələrini oradan çıxarırdı. İkinci, konsesiyalar Sovet İttifaqı alırdı. Amma İran neynədi? Parlament iclasında məsələni çıxardanda deputatlar buna etiraz elədilər. Artıq ordu çıxmışdı may ayında. Mayın 9-unda sənədlərdə belədir. Artıq ordu yox idi. Azərbaycan haqqında məsələnin müzakirəsi necə həll olunacaq? Parlamentdə seçkilər keçiriləndə İran hökuməti... Dincliyi qorumaq məqsədilə qoşunu yeritdi. Bəli, dincliyi qorumaq məqsədi ilə qoşun yeritdi. Buna qədərsə, fikir verin, aprelin 4-ündə bu imzalandı. Aprelin 28-də, bu tarixdə yanlış ola bilərəm, təqribən 25 min adam Seyid Cəfər Pişəvərini göndərdi Tehrana danışıqlara. Nə oldu danışıqlar nəticəsində? Qərara gəldilər ki, Azərbaycan Milli Məclisi buraxılır, əncümən yaradılır. Seyid Cəfər Pişəvəri hökumətdən, baş nazir vəzifəsindən bir neçə gün sonra istefa verdi. Azərbaycan deməli fədailəri jandarmaya çevrildilər. Azərbaycan ordusu var idi. Ordu İran ordusunun da tərkibinə daxil edildi və bütün bundan sonra yeni bir proses başladı. O proses nə oldu? Sentyabrın 1-dən artıq Cənubi Azərbaycan üzərinə hücuma keçildi və deməli Qəvvə Məssəltənə bildirdi ki, seçkilərdə təhlükəsizliyi, sabitliyi təmin etmək üçün noyabrın 20-sindən biz təhlükəsizlik tədbirlərini görəcəyik. Artıq Azərbaycan hökumətinin daxilində də bu məsələdə çox müxtəlif fikirlik var idi. Yenə gəldim, sizin söylədiyiniz çox dərin, mənalı bir sualdır. Yəni, bunun beynəlxalq tərəfi bu idi. Sovet-İran münasibətlərində olan tərəfi bu idi. Daxili məsələlərdə isə gerçəkdən ixtilaflar var idi, fikir müxtəlifliyi var idi. Bir qismi deyirdi ki, biz mərkəzi hökumətə qarşı dirəniş göstərəcəyik, vuruşacağıq. Bir qismi deyirdi ki, ümumiyyətlə bunun elə bir mənası yoxdur. Mübahisə, hərbi əməliyyatları mübarizə aparmağın və beləliklə dekabrın
20-sində artıq 18-i, 19-u, 20-sində milli hərəkat boğuldu. Bu qırğınlar deməli təsadüf eləyir dekabrın 15-dən sonrasına. Bəli, dekabrın bəli. Deməli fikir verin nələr oldu. Deyək ki, bir sənəddə var. Mən 93-də çıxan o kitabımda yazmışam. Təkcə 25.000 adam deyək ki, Zəncanda öldürüldü. Sonra Təbrizdə qan gölünə batırıldı. Amma buna qədər burada başqa bir faktor da var idi. O faktor nə idi? Azərbaycan demokratları, ziyalılar, onlar keçdilər Şimali Azərbaycana.